Gəncə şəhəri də daxil olmaqla Respublikamızın 7 şəhər və rayonunda keçirilən 3-cü MDB oyunlarında idmançıların nümayəndə heyətlərinin və digər qonaqların təhlükəsiz, sağlam və keyfiyyətli qida ilə təmin olunmasına xüsusi diqqət yetirilir. Qida Təhlükəsizliyi Agentliyinin hazırda müxtəlif regionlarda 4 laboratoriyası fəaliyyət göstərir. Onlardan ikisi səyyar olmaqla Xankəndi və Qəbələdə, digər ikisi isə Gəncə və Göygöldəki regional sınaq laboratoriyalarıdır. Tədbirlərin həyata keçirildiyi məkanlarda və otellərdə növbəli sistemlə daimi nəzarət həyata keçirilir. Təşkilat komitəsi ilə sıx əməkdaşlıq etməklə tədbir iştirakçılarının qidalanma menyuları hər bir məkan üzrə agentliklə razılaşdırılır və agentliyin verdiyi qidalanma sxemlərinə uyğun olaraq qidalanma həyata keçirilir. Bununla yanaşı şəhər daxilində tədbirin keçirildiyi şəhərlərdə və rayonlarda da ictimai yaşayış obyektlərində agentliyin monitorinq qrupları yaradılmış. Bununla bağlı hal-hazırda 15 monitorinq qrupunda 30-dan çox əməkdaş ictimai yaşayış obyektlərində davamlı monitorinqlər həyata keçirilir. Bununla yanaşı tədbir keçirilən ərazilərdə yerləşən satış obyektlərində, ticarət obyektlərində də agentlik müfəttişləri tərəfindən nəzarət tədbirləri aparılmaqdadır. Oyunların keçirildiyi şəhərlərdən daxil olan yaxma, su və qida nümunələri Analitik Ekspertiza Mərkəzinin Gəncə və Göygöl regional sınaq laboratoriyalarında müayinədən keçir. Müayinələr zamanı insan sağlamlığı üçün risk yarada biləcək bakteriyaların mövcudluğu yoxlanılır. Hal-hazırda MDB oyunları çərçivəsində təqdim olunan nümunələrdə təhlükəsizlik göstəricilərindən Salmonella, Bacillus cereus, Escherichia coli, Staphylococcus aureus kimi mikrobioloji göstəricilərin müayinəsi həyata keçirilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilən kompleks nəzarət mexanizmləri 3-cü MDB oyunları müddətində beynəlxalq standartlara uyğun təhlükəsiz qidalanma mühitinin yaradılmasına yönəlib. Xaliq Qurbanlı, Jalə Gözəlova, Fuad Quliyev, Səkinə Bababəyova, ASTV xəbər.